İkiniz? Bəli. Bu kadar var dövlətin qabağında nə əcəb can güdən gəzdirmirdi? Bilmirəm. Səməd. İndi mən də subay oğlanam. Sənin kimi. Vagif müəllim. Sual vermək olmaz. Götür. Bugün burada elə bunu qeyd eləmək üçün gəlmişik. Qulaqlarıma inanmadım. Normal ailesi var idi. Oğlu instituta qəbul olmuşdu. Bildiyimə görə ailəsində heç bir problem yox idi. Amma həmin gün mən elə bir söz dedi ki, Mən uşaqlıqdan çərçivə içərisində yaşamışam. Əvvəl atamın yumruğu sıxıb məni. Sonra ailəm. Sonra cəmiyyətdəki mövqeyi. Mən həyatımı cəza müddəti kimi yaşamaq istəmirəm. Səməd. Ama biraz da yuvansaydım artık gece olacaktı. Ben atam evlendirdi o vakit. Az yakın dostunun kızıyla. Ben öz evimde darıxmaq istəmirəm. Ben öz evimə hər gün tələsmək istəyirəm. Bəs yeni ailədəki söz söhbətin səbəbi nəymiş?